Nuxa adlı bir yaşayış məskəni olub. Belə Çar hökuməti də Azərbaycanı işğal edəndən sonra bu Şəkinin adını, xanlıq adını dəyişib Nuxoniski, Quberniya, Nuxoniski uyezd ediblər. 68-ci ildə Bəxtiyar müəllim çalışdı, qədim adı qaytardı. Elə o vaxtdan da 68-dən Şəki adı ilə gedir. Şəkin birinci rayonu deyirlər bura, amma ən qədim böyük məhəlləsi olan Yuxarı Baş məhəlləsidir. 68-ci ildə Bəxtiyar müəllim Atayurd adında bir şeir yazmışdı. O şeir balaca bir şeirdir. Amma poema qədər əzəmətlidir. Orada hər şey var. Vətən nisçili də var, vətən sevgisi də var. Şəkidə məhlə var, nə qədər desən. Şəkidə məhlə var, nə qədər desən, dünyaya göz açdım yuxarı başdan. Bir göz evimizdə nə desən vardır. Taxça aşağıda, yuxarı başda. Çıxdı ahıllığım mənim o yurtdan, amma uşaqlığım yuxarı başda. İndi mən həsrətəm o doğma yurda, odu ürəkdədir, yuxarı başda deyən şair 9 yaşına kimi burada yaşamışdı. 9 yaşından sonra o dövrün ictimai, siyasi hadisələri ilə əlaqədar Bakıya köçmüşdülər. Qəlbini xalqına verən şair evini xalqın evlatlarına vermişdi. Yəni uzun illər gördüyünüz bu Bəxtiyar müəllimin Atayurdu bu məhəllənin uşaq bağçası olmuşdu. Prezidentimiz 2015-ci ildə sərəncam vermiş. Həmin sərəncama əsasən buradakı uşaq bağçasını, Bəxtiyar müəllimin dədə yurdunu belə təmir eləmişlər. İkinci bir sərəncam vermişdi prezidentimiz. İkinci bir sərəncam vermişdi ki, Bəxtiyar Vahabzadənin ev muzeyinin yaxınlığında 5 nəfərin evi alınsın, onlara aşağıda ev verilsin. O evlərin də yerində Şəki evlərinin interyerinə uyğun, Şəki memarlığına uyğun gözəl bir uşaq bağçası tikmişdilər. Bağça da hazır olmuş 2015-ci ildə. 2015-ci ildə hazır olmuş. Gerçekten çok heyecan verici. Allah rahmet eylesin tekrar. Yani muzeyimizle bahçe. Bu denli kıymetli bir şairin evinde olmak. Sizler için de gösteriyorum bunu arkadaşlar. Beşik burada olup 100 il qabaq Bəxtiyar babanın yatdığı beşikdir. Ay Allah. Burada da ailə şəkilləri var. Anası Gülzar ana, bacısı Firuzə xanım, qızı Gülzar, oğlu Azər, İspəndiyar, nəvəsi Bəxtiyar, xanımı Dilarə xanım. Bu da Türkiyədə olan gəminin modelidir. Oradan göndəriblər. Bəxtiyar Vahabzadə adına gəmi. Babası Zəkəriya kişidir burada. Bu da Bakıdakı evinin yazı masasıdır. Oradan gətirmişik. Üstündə şəxsi əşyaları. Burada da Bəxtiyar müəllimin Bakıdakı evindən gələn kitab işqabı, içində dözün kitabları. Cənub güşəsidir. Burada Bəxtiyaram, orada Şəhriyar. Şəhriyarla Bəxtiyar heç vaxt görüşmədilər. Birinci məktubunda belə yazmışdı. Qardaşların gözündən öp, Bəxtiyarın üzündən öp, Səmədin də sözündən öp. Mən də təkəm sizə qurban, tək canım hamınıza qurban. Bəxtiyar Vahabzadə buradan yazdı ki, demə təkəm, de sətdaram, de babəkəm. Şeirlərin dilindədir, şəklin ustad kimi evimdədir. Allah rəhmət eylesin. Allah rahmet eylesin. Büyük şair. Ötən il şairimizin 100 illiyi oldu. 12.840 nəfərdən çox qonaq gəldi. 12 burada simpozium konferans oldu. Teatrda Bəxtiyar müəllimin Dar ağacı tamaşasını 3 dəfə göstərdilər. Bir dəfə premyerası oldu. Yəni çox yadda qalan oldu ötən il. Həm muzeyimiz üçün, həm də Şəki ictimaiyyəti üçün. Allah rəhmət eylesin. Allah rahmet eylesin. Rəbbimə şükürlər olsun ki, bu böyük insanla görüşməyi, onun o çıxışlarını, o parlamentdə olduğu dönəmdəki, o dönəmdə orada olduğum üçün Rəbbimə şükürlər edirəm. Hərdən düşünürəm özüm özümə. Hərdən düşünürəm özüm özümə. Neçə il yaşamaq istəyirəm mən? 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il. Yox, bəs deyil. Sonu olan ömrü istəmirəm mən, çıxaydım zamanın çərçivəsindən. Artıq Bəxtiyar müəllim Nizami babamız kimi, Füzuli babamız kimi, Nəsimi babamız kimi zaman çərçivəsindən çıxır. Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan dövləti var,
Nə qədər ki Azərbaycan milləti var, nə qədər ki türk dünyası var, Bəxtiyar Vahabzadə Bəli, yaşayacaq. Yaşayacaq, bəli. Yaşa. Əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə. İnşallah. Böyük şair, böyük insan. Allah rahmet eylesin. Xoşqədəm xanım, çox xoş gəlmisiniz. Mən qonaqlara çox vaxt belə bir bəndlərdə deyirəm. Ürəkdədir sözün kökü, ayıra bil tükdən tükü. Çəkə bilsən məslək yükü. Çox ağırdır, şərəfi var. İnsan göydə ay kimidir, görünməyən tərəfi var. Hər ömrün öz hədəfi var. Bəxtiyar Vahabzadə ömrünün hədəfi dil sevgisi, vətən sevgisi, millət sevgisi, millətini azad, dövlətini azad, dilini azad, müstəqil görmək arzusuydu. Arzuların çoxsuna çatdı. Bu gün özü yoxdur. Şükürlər Bu olsun. gözəl qonaqların gəlişi ilə elə Bəxtiyar Vahabzadə ruhu da bizimlə birlikdə bu ata yurdunda yaşayır. Elə adam var 90 yaşı var, qapısını açan yoxdur. Bəli, bəli. Amma Bəxtiyar müəllimin yurdu səhərdən axşama kimi, 9-a 10-a kimi qonaqlar ardı arası Şəkimizə gələn qonaqların sevə-sevə ziyarət etdiyi bir məkandır. Bəxtiyar Vahabzadə arzuladığı Qarabağ var bugün. Çox şükür torpaqlarımız Şükür. işğaldan azad olunur. Çox şükür arzuları gerçəkləşir. Allah cənab prezidentimizin canı sağ eləsin. Allah Azərbaycan Amin. dövlətini qorusun. Amin, amin. Bayrağımız hər zaman yüksəklərdə olsun. Nə arzuluyurdu Bəxtiyar Vahabzadə? Necə həsrət çəkirdi Qarabağın, Şuşanın həsrətini. Bugün o Şuşada böyük tədbirlər keçirilir. Bugün dünyanın gözü Şuşadadır. İki Çox devlet, şükür bu bir günümüzə. millet. Çox şükür bu günümüzə. Milyon kərə Rəbbimə şükürlər edirəm. Elə şairlər var ki, onu dövlət sevir. Elə şairlər var, millət sevir. Amma Bəxtiyar Vahabzadəni həm Həm dövlət dövlət, sevir, həm millət sevir. Yer üzündə elə bir şair olmayıb ki, Heydər Əliyevin sevdiyi qədər şair sevgisi olsun. Bəxtiyar Vahabzadənin sağlığında ona ayrıca maşın verib, ayrıca sürücü verib. Ayrıca ona benzinlə təmin edib ki, sevdiyi Azərbaycanı gəlsin. Hər həftənin bir saatını Bəxtiyar Vahabzadə AZTV-dən vaxt ayırmışdı Azərbaycan televiziyasında. Yer üzündə elə bir şair yoxdur ki, öz doğulduğu ocağı dövlətin uşaqlarına versin, doğulduğu məhəllənin uşaqlarına versin. Yer üzündə elə bir prezident yoxdur ki, bir şairə hörmət əlaməti olaraq onun evinin yanında böyük bir şahnişin kimi uşaq bağçası tiksin. Mən bunları görməmişəm. Kimsə görübsə bilmirəm, amma belə bir gözəl layihəni həyata keçirdiyi üçün dövlətimizə, millətimizə mən həmişə minnətdar Biz də olacağam. minnətdarıq ki, belə bir şairlə eyni vaxtda yaşamışıq. Biz Bəli, onu görmüşük. bəli, bəli. Buna şükürlər Böyük edirik. xoşbəxtlikdir. Mən dedim, mən həqiqətən göz yaşlarımı saxlaya bilmədim. Çünki parlament müxbiri idim həmən dönəmlərdə, Əldə, 90-cı qalan illərdə. Çox gözəl. Mən- Çox çətin vaxtlarda. Çox çətin vaxtlarda və Bəxtiyar bəy böyük bir insan idi. Allah ona rəhmət eləsin. Amin. Və siz çox doğru dediniz. Çox. Onu unudulmayan şair. Nəinki bütün Türk dünyası Bəxtiyar Vahabzadəni tanıyır və bütün Türk dünyası sevir Bəxtiyar Vahabzadəni. Allah rəhmət eləsin. Amin. Nə xoş mənim halıma ki, mən gəldim, Allah izin verdi, onun uşaqlığının keçdiyi o 9 yaşına qədər böyüdüyü ata yurdunu ziyarət etdim. Çox şükür. Bizə də çox şükürlər olsun ki, gəlib buranı, Şəkini görüb, bura ziyarət etməsəydik, bizim üçün çox çətin olardı. Buyurun. Buyurun buyurun lütfen. Çox sağ olun. Bu otaqda Bəxtiyar Vahabzadənin ailəsinin qonaq otağı olur. Siz sonradan başlayın. Bəxtiyar müəllimin Qarağacı piyesi 3 dəfə Şəkidə oynanılıb, bir dəfə premyerası olub, 2 dəfə Bakıda oynanılıb. Paytaxt tamaşaçıları çox sevdilər. Qazaxıstan teatrı gəldi burada göy tüşləri göstərdi, Bakıda da göstərdi. Şəki Dram Teatrı getdi Konyada Bəxtiyar Vahabzadənin Qarağacını göstərdi. Ümumiyyətlə Şəki çox gözəl oldu. Bizdə Tarixşünaslıq muzeyində oldu. Çox gözəldir. Respublikada elə bir Çox muzey yoxdur. yoxdur. Hə, doğrudan da mən biz çox yerdə oluruq da, görü muzeyləri çox sevirik. Tarixşünaslıq muzeyimizin pay bərabəri yoxdur. Bizdə təzə açılıbdı. Prezidentimizin özü, ailə üzvləri layihəsidir. Onlar da gəlib açılışda iştirak Hə, edirlər. çox gözəldir.
Mən buna demişdim ki, sən Bəxtiyar Vahabzadənin ana dili, şeirini öyrən. Azərbaycan dilində dedim ki, sən həm türk dilində, həm Azərbaycan dilində mükəmməl danışmalısan. Aksentsiz danışmalısan. Çünki anan Azərbaycanlıdır. Ata əslində bir millətik, amma indi bu var da, Məkan məsələsi. Hə, ona görə Azərbaycan dilində, yəni çox mükəmməl mən uşaqlar danışır, çox şükürlər olsun. Türk dilində də mükəmməl danışır və ona indi bayaq dedim ki, mən yadımda Bəxtiyar Vahabzadənin Ana Dilim şeirini sənə mən demişdim ki, bunu əzbərlə. Çünki bu şeiri bilmək, bu dili bilməkdir, bu dili sevməkdir, vətəni sevməkdir. Hı? Deyə bilirsən, bizə nə mutlu. Buyur. De qulaq asaq. Bəlkə birazdan deyəcək. Hə, yaxşı. Ola bilər. Yorğundur da, gəlir. Gəl çay içək Hə. və o çay süfrəsində də Ana Dilim şeirini de. Çok sağ ol. Ne diyorsun? Stepneler. Evet. Seviniriz sizi gördüğüme. Çok sağ olun. Allah'a şükürler olsun. Qaynanamın palatım. Bir gün de Şekil keçilmezdi. Çok çekiyorlar. sağ ol. Elbette, elbette. Elbette. Görüşürüz. Görürsən doğmuş. Temur teşekkür ederim. Görürsən. Mən nə xoşbəxtəm ki, o insanı görmüşəm. Bəli. O insanla söhbət eləmişəm. Evet, evet. O insanla fotom var. Şanssız. O ki yazırlar, bu şeydi, Xoşqədəmin keçmişi. Şəkil var. O Bəxtiyar Vahabzadə ilə olan Biliyorum, şəkildir və uğursuz şəkil idi. O qədər fotoqraf tələsirdi. Mən də tez-tez amma onu mən mediaya verdim. Mən orada heç umurumda da deyil necə düşmüşəm. Mənim umurumda olan Türk dünyasının böyük şairinin, böyük insanın yanında olmağım idi. Sizin fəaliyyətləriniz də o vaxtda çox mükəmməl Çox, idi. Biz bəli. sizi tanıyırdıq deyə çox. Bəli. 3 nöqtə qəzetinin baş müxbiriydiniz. Baş redaktor, Redaktor, hə, bəli. mən yaratmışdım. Bəli, bəli. Çox Çox gözəl. əziyyətlərimiz olub. Bizim gözümüzün qabağında şükür bu günümüzə. Şükür, çox Şükür. şükür. Yəni Azərbaycanın belə gözəl Sağ olun. müxbirləri deyim, Jurnalistləri, jurnalistləri deyim, bəli. təxdir Şükürlər edirik. olsun Çox bu sağ günə. olun. Allahıma sonsuz təşəkkür edirəm. Həyatdayıq, nəfəs Bəli. alırıq. Bu cür şairlərimiz, bu cür böyük insanlarımız var. Bu gün torpağımız işğaldan Geri azad alınıbdır. olunub. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Mən fəxr edirəm həqiqətən və çox da şükür edirəm ki, Allah bu anları yaşadır. Mən nə qədər xoşbəxt bir vətəndaşam ki, torpaqlarımızın Geri alındığı qayıtdı. günü Günü görmüşəm. gördük. Onu Bəli. yaşamışıq. Biz çox Düzdür. xoşbəxt. Biz xalqıq, bu gün çox ürəklə xoşbəxt gedə bilirik insanlar. Şuşaya. Bəli, bəli. Qorxmadan. Allah şəhidlərimizə rəhmət Rəhmət eləsin. eləsin. Amin. Bəli. Bəli, onların sayəsində. Onların sayəsində. Amin. Allah prezidentimizi qorusun. Amin. Bu çətin Amin, dünyada, bu Bu dünyanın belə o gözəl bəli, gəzə bəli. biliriksə, Bəli. sərbəst gəzə biliriksə, turizmdə belə gözəl inkişaf edir. Doğrudan çox minnətdarım. İnanırsınız, mən sizə bir şey deyim. Mən neçə gündür buradayam. Mən biz görmüşdük sizi, İkinci Bioqaleriyada da dəfə gördük. Bəli, neçə gündür buradayam və mən öz məmləkətimdən gözəl yer görmürəm. O qədər son illərdə inkişaf edir. Bax, Bəli, bu düzdür. proqramdan dolayı, sən axtarandan dolayı çox ölkələri gəzmək mənə nəsib oldu. Şükürlər olsun. Ən ucqar köylərə, kəndlərə qədər, qəsəbələrə qədər dünyada getdim. Çox az sayda ölkə olar ki, oranı gəzməyim. Mən indi bu son illərdəki Azərbaycanda görürəm ha. Müthiş bir Ben- yerdeyiz. Həqiqətən Gerçekten möhtəşəmdir. Allah Türk bizim dünyasının ölkəmizi en qorusun. önemli Şəkil- şairlerinden birinin evindeyiz. Bütün küçələrdə qədimi üslubda bərpa Çox işləri ki, gedir. mən 8 martda Bütün da olmuş. küçələrdə, Yəni Marfala Azərbaycana çox gedən gəzirəm. yolda, Yəqin kollecə ki, gedən çox. yolda. Mən Festivala daha gedəcəksiniz, getdim. üzr istəyirəm. Yəqin ki, festivala Hansı gedəcəksiniz. festival? 26-sında yoxdur. Yox, gedə Yaylaq bilmirik. festivalı. Yaylaq festivalı. Hə, çox təəssüf ki, bugün dönürük. Artıq gəldik sonuncu Bəxtiyar Vahabzadənin ata yurdunu da ziyarət edib gedək. Amma Qaxı gəzdim, Zaqatalanı gəzdim, Şəkini gəzdim və çox xoşuma gəldi. Məmləkətimdən gözəl yer yoxdur, şükürlər olsun. Allah bu dövləti, bu ölkəni, bu milləti qorusun. Amin. Nə xoşbəxt. Var sizinle şaşa çekilmeye. Əlbəttə. Təbii sizdə. Gəlin, bayram olsun. Bu məhabəsə. Burada çəkərlərək bura yaxşıdır. Bura qapalı olmaz. Bura
Sonra özün gel burada sen şəkilli çəkin. Zət direkt böyle sen dur. Belə dur, biri düşür də bayrağın üstüne. Mama gel. Mama gel. Bize o her yeri gösteren adam var ya, Sen oradan dur istersen. o Bahtiyar Vahapzade'ye benziyor. Çok benziyor. Evet baba, ben bakınca dedim Bahtiyar Vahapzade bu. İnsanlar sevdiklerine benzerler babacığım. Ama dostum. Ayakkabısız. Geç. Ayakkabını çıkar. Ayakkabınla girmek olmaz. Adam televizyon var. Babuş Güneyce de ay güney. Allah sizinle. Olar. Ben yanına çekerler. Seni gidi şiirine seni. Ne haber prens?